Azərbaycan ərazi bütövlüyü uğrunda 44 günlük Vətən müharibəsində şəhadətə ucalan qəhrəman şəhidlərimizdən biri də İsmayıllı rayonu Ökürtməşi kənd şəhidi Əliyev Fərid Hamlet oğlunun 22-si 3-cü 2025-ci il tarixində cənnətdəki artmayan doğum günü şəhidimizin məzarı önündə qeyd olundu. Həyatda olsaydı 24 yaşını ailələri ilə qeyd edəcəkdir. Tədbirdə iştirak edənlər kənd sakinləri, ziyalılar, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin müəllimləri və tələbələri, yaxınları və şəhid ailələri iştirak etdilər və şəhidimizin xatirələrinə bəhs etdilər. Bizdən ötürü xalqı üçün, dövləti üçün malının mülkünü qoyaraq, silaha sığınaraq 44 gün müharibəsində xalqımızın suverenliğini qoruması, xalqımızın işğal altında 92-ci olan torbaları işğaldan azad etdi. İnşallah qurur şəhidlərimizin ruhuna, inşallah Eşbəqər surəsi, Qadir surəsi, İnşallah surəsi oxuyacaq ki, bu gündən o bizim üçün şəhid olubdur. Allah şəhidlərimizə rəhmət etsin. Mehriban olmaq sənsən, adam qəhrəman şəhidlərin yanında olanda Allah şəhidlərimizə rəhmət eləsin. Allah xalqımıza, millətimizə, dövlətimizə, anasına, atasına, yaxınlarına səbir əta etsin. Bizim üçün süayətli ilə, mərdli ilə silaha sarıldı, getdi, şəhid oldu, şəhadət oldu. Şəhid şəhadətdir. Üçüncü gün o bizi cənnətdə də nəzarət edəcək digər vaxt. Allah onlara rəhmət eləsin, geri cənnətdə yoxsun. İlahi, amin. Bismillahirrahmanirrahim. Elhamdülillah. Eləsin, geri cənnətdə olsun. Qazilərimizə şifa, veteranlarımıza şifa versin. Allah ordumuzu qorusun. Allah millətimiz, amin. İlahi, amin. Allahümme akbiri vel müminat vel müslümin vel müslüman biyta Muhammedin Ali Hamzat. Bismillahirrahmanirrahim. Kul Allahu ehad, Allahu samed, lem ve lem yulad ve lem yekul lahu kufuven ahad. Sallallahu Muhammed ve bağışlayan mehriban olan amin. Sizin o qalxdığınız zirvəyə Allah Taala hər kəsə qismət verən hər kəsə aparmış. Şad olsun bala. Kollec olarak bizim bütün kollektiv o gün olmasın ki sizləri xatırlamasın. Və sən Fərid hamıya doğma olmuşsan, doğmasan, tək sən Hamlet müəllimin balası yox, bizim kollektivin, bütün müəllimlərin balasısan, tələbələrimizin də doğma ən istəkli qardaşısan. Ruhun şad olsun. Allah səni tərəfini etsin. Amin. Allah səbrinizi versin. Həqiqətən Fərid bizi üçün çox doğmalıdır. Bu gün də doğmalıdır. Hər birimizin başını ucaldan, o bizim canavarlardan, mücəllərdən Allah onu şad eləsin. Bizim, yəni, heç birimiz nəslə verəcək, sular bir daha geri qayıtmaz. Ancaq insan olaraq hər birimizin borcudur ki, onu doğmalarının əzizlərin yanında olun. Başqa əlimizdən işlə gəldi, beşirmirlər. Allah səbrimizi versin bir zaman. Amin. Rəna müəllimə, turizm tələbələridir. Gəliblər, sağ olsunlar. Şübhəsiz ki, biz etap-etap uşaqlarımızı gətiririk. Çalışırıq ki, maksimal dərəcədə kollecimizin bütün tələbə heyəti şimdi şəhidlərimiz haqqında məlumatlar olsun. Və çalışacaq ki, bundan sonra da bütün yeni gələn tələbələrimiz, hamısı fərdimiz haqqında məlumatlar olsun və hətta nəinki fərdimiz, bizim rəhimimiz və oxamız haqqında da. Bu günlərin uşaqlar həmin fərdin əyləşdiyi stolda oturursunuz. Yəni, amma bu üç tələbəmiz və həmçinin də fərd. Bu günlərin bura bizim olub məbədgahımız. Hər bir Azərbaycan durduqca, bizim vətənimiz durduqca, bizim kollecimiz durduqca, bizim nə qədər ki, nəfəsimiz gəlir, biz də fərdin yanında olacaq və onların valideynlərinin yanında olacaq. Və çalışın ki, hörmətli tələbələr,
Siz də Fəridə baxın, vətənə layiqli olacaqlara çalışın. Önemli değil ki, gedib hamı şəhid olsun. Bir vətəndaş olmazdan ötəri hər bir işi vicdanla yerinə yetirmək kifayət edir ki, vətənpərvər olasın. Və bu günlərində sizin elə yaxşı təhsil alıb Azərbaycana öz töhfənizi verməniz, o da elə vətənpərvərliyin bir hissəsidir. Düzdür, söhbət yox ki, şəhidlik zirvəsi ən yüksək zirvədir. Ondan yüksəkdə zirvə yoxdur. Amma biz də çalışmalıyıq ki, o Fəridgilin etdiyi, vətənimizə etdiyi işlərin heç olmasa bir iğne ucu qədər də biz edək. Allah sizə kömək olsun, Rəna xanım. Canılar lazımız. Allah qorusun sizi, Allah sizin bəxtinizi versin. Və sizin qardaşlarınız çoxdur. Hə, qardaşlarınız çoxdur. Nə vaxt istəsəz, neyləsəz, Allah qorusun sizləri. Mən də bütün tələbələr adından, bu günləri bura tələbələrimiz daha çox gələrdi. Yəni onların canı buradadır. Tələbələrin əksəriyyəti öz rayonlarına gedir, üzrlü sayın. Amma yenə müəyyən mərhələlərdə onları yenə gətirəcək. Mən də Rəna xanıma səbir diləyirəm. Həqiqətən hamı Fəriddir, Orxandır, Rəhimdir. Düzdür, şəhidlərimiz çoxdur, 3000 şəhidimiz var. Amma o 3 şəhid biz üçün daha doğmadır, daha əzizdir. Hamı əzizdir, amma 3'ü biz üçün tamam fərqlidir. Sizi qədər biz də yanırıq. İnanın, sizi qədər biz də bu acını çəkirik. Allah sizə səbir versin. Biri var deyir, eldən gedəsən, biri var eldən gedəsən. Bunlar üçün eldən gedib. Kolejimizin o tərbiyəli, nizam-intizamlı tələbələri oldular. Hər üstünün ruhun şad etsin, onların timsalında bütün şəhidlərimizi Allah rəhmət eləsin, ruhlarını şad eləsin, doğmalarına səbir versin. Amin. Allah rəhmət eləsin. Allah səbrinizi versin. Yəni olan vaxtları, boya başa çatdırdığınız vaxtlar, dünyaya gətirdiyiniz vaxtlar, yəni o hallar hamısı sizin hər dəqiqə, hər saniyə gözünüzün qabağında, ürəyinizin içində qaynaqlanır, qaynayır deyim. Bizim də borcumuz olsun ki, ilk öncə bu söz var, deyir, vətən sağ olsun. Vətənin sağ olması üçün də mütləq qan olmalıdır. Qismətinə Fəridin Qarabağ uğrunda döyüşlərdə şəhid olmamışdır. Çox böyük zirvədir. Çox böyükdən də böyük zirvədir. Onunla belə Allah Taala səbrinizi versin. Mən şəxsən bir müəllim kimi Fəridin kollecdə mənə doğma, yaxın olan bir müəllim kimi onun bax şəhidliyi ilə fəxr edirəm. Ki yeri gələndə Azərbaycanın o taxtaq altında olan torpaqlarının azad olunmasına bizim də kollecin 3 nəfər tələbəsi şəhid olub. O onun alın yazısıdır, onun qismətidir. Allah qəni-qəni rəhmət eləsin, Allah sizlərə səbr versin. Var olun. Allah qorusun sizi ki, bu cürə vətənpərvər bir oğul dünyaya gətirmişsiniz. Mənim qəlbimdə yəni, bir insan olaraq, bir Azərbaycan vətəndaşı olaraq bundan böyle bir söz yoxdur ki, mən vurğulayam, deyim. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Doğmamız Fəridə də, Orxana da, bizim o Göysaya da, Rəhimə də Allah rəhmət eləsin. Bir daha Allah Taaladan onların əzizlərinə səbir diləyim. Həmişə yanımızdayıq. Kollec olaraq hər saat, hər dəqiqə nə tapşırığımız olsa biz hazırıq. Bizim direktorumuz da dedi ki, mənim də adımla deyirsiniz. Allah Taala səbirləri versin. Allah bizim babamıza rəhmət eləsin. Ruhu şad olsun. Həqiqətən 3 gün bundan qabağa kimi gəlmək istəyirdi. Dünən bildirdik ki, səhətini görə. Oruç tutulmuş. Amin. Amin. Allah rahmet eylesin. Allah rahmet eylesin. Gazilerden sağlık, ülkemiz sağlık olsun.
Vətən uğrunda, torpaq uğrunda şəhid oldu balamız. Yəni çox cəsur, çox ürəkli, mərd uşaq idi. Yəni heç kimə demədən özü getdi döyüşlərə. Allah qəni-qəni rəhmət eləsin. Gençlik olarak olmuştur. Bunu affı elə. Allah rahmet eylesin. Fatiha. Ulan ben canlısı. Bakın orada çeksin sorup yana bak. Yılmaz Metin, bugün senin günündür, deyim sen sevin. Allah'tan hakkıdır, isteği mehdin, doğum günü mübarek, ey şehidim. Allah şehitlerimize rahmet eylesin. Şehitlerimizin valideynleri size bildirilən mekanları cennet, ruhları şad olsun. Bu şehit olanda benim oğlum işten geldi. Gördüm ki bir kefti. Dedim ben ata gideceğim muharebeye. Ne kadar elədim o. Gitti, kovdum gitti, bir defa gitti. İş yerine gene kaçtı geldi. Gitti. Dedi yok o körpe uşaqlar gibi ben gitmeliyim. Ha, bundan sonra onu biz saklayabilmedik. Demek 27 şehit oldu. 5'i bu gitti bayramata adını yazdırdı. Dedim ben geleceğim. Gittik bayramata da adı çıkmadı. Bizde var da Özlem- çənin üstünde elinde bayrağı. Elinde bayrak açtı. Sesi de var. Yani bunların doğum günü ikisi de bir günde anadan olup bu adamlar. Ölümlerinde 27'si olup bu bir ayın 27'si oldu. 27'si de bu, bir ay fərqləri oldu. Dedi, davam eləmədi də, dedi, qardaş, mən getməliyəm, biz ölməliyik, o niyə körpə uşaq ölməlidir. Yəni, mən getməliyəm. Nə qədərlədik, nə minvallah mümkündür, onu saxlaya bilmədik. Allah indi şəhidimizə rəhmət eləsin, atasına, anasına can sağlığı versin. Onun bir qızı var, o bir qızdan Allah... Soyuna yaşar. Yani nəvə yüzü görsünlər, ondan sonra biraz səbir tapsınlar özlərinə. Nə qalır? Valla yalandan gülür, onlar da gülür yalandan. Cavan ailə də olar. İndi bizi gene biz axırı yaşlaşmışıq. Nəvə biri var, uşaq var, ölür. Mən bilirəm öldür. İndi hamilət biraz çöldə bayırda olur. Ana nə varsın evdə gedirlər məktəbə gəlir. Allah səbir versin. Hamıya səbir versin. Allah bir de bize böyle bir şey gün göstermesin. Hiç kimə. Çok sağ olun, minnettarım. Vallahi yine hamı gelip yokluyorsunuz, hamı gelip bizi bak bu böyük şerefti bu. Adam yüreği böyle ne deyip pervazlaşır ki sayanda insanları yaxşı olur da insanlar biraz səbir tapırsa. Elə Allah haqqı bir yaxdan deyirəm ki 2 saat sizin yolunuzu gözləyir arvadla. Elə deyirəm gedək evə, deyir yox. Valəm, o bir sənətlərdir. O övlad ki, məsəl üçün, görsən, anam ki, nəsə deyir, filan vaxt gələcəm. Gözündə o, Allah rəhmət eləsin balamıza, yəni ki, bir bacı, bir qardaşı, Allah da tək. Allah o balasının gözünə çıraq eləsin. O qədər övladlar nəsib etsin ki, ona o Xəlid balamızın da adını inşallah yaşasınlar inşallah. Allah sənə səbir versin anamazdan. Allah mən bir şey var deyir onu oxuyardım, bir onu sırağa gün bir şeydən götürdüm. İcazə verseniz oxuyardım. Deyir ölənlə ölmür. Bilirsiniz niyə? Soyubdur torpağımızı deyirlər belə. Əzizini dəfn edib öz əllərinlə sonra ağlayırsan, qayıt gəl deyə. Həsrət ilə baxırsan şəkillərinə, deyirsən qaysan, bir anlıq mənə, xatilələr hər yerdə gəlir üstünə, götürüb başını, qaçırsan qəbir üstünə. Qucaqlayıb başdaşın hey ağlayırsan, dur gedək evimizə, sən yalvarırsan, özüm qara olsun ay qara torpaq, sevdiklərimizi bir-bir əlimizdən alırsın. Allah kömək olsun, Allah rəhmət eləsin. Hatırladaq ki, Əliyev Fərid Hamlet oğlu 22 3-cü 2001-ci il tarixində İsmailli rayonu Kütmaşı kəndində anadan olmuşdur. İsmailli Dövlət Humanitar və Texnologiya Kollecinin 1-ci kursunu bitirib hərbi xidmətə yollandı. Döyüşlərdə şücaət göstərərək qəhrəman Fərid Əliyev Hamlet oğlu sentyabr 27-ci Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdı. 44 günlük Vətən müharibəsinin ilk şəhidlərindən biri oldu. Sentyabr 28-ci Kütmaşı kənd qəbirstanlığında dəfn edilib. Şəhidimiz subay idi.
adı əbədiləşdirmək məqsədi ilə xatirə bulağı açılmışdı və Fərid Əliyev adına küçə adı verilmişdi. Ölümündən sonra Azərbaycan Respublikası Cənab Prezident İlham Əliyev sərəncamına əsasən vətən uğrunda, Füzulinin azad olunmasına uğrunda medalı ilə təltif edilmişdi. Sonunda şəhid ailəsi ziyarətçiləri çay süfrəsinə dəvət etdi. Məkanın cənnət olsun şəhidim. Allah şəhidimizin ailəsinə səbir və dözüm versin. Azərbaycan İnternet Televiziyası xüsusi müxbir İsmailov Zəki Göyçaylı, Bəhlul Həmidov Göyçaylı, Azərbaycan İnternet Televiziyası izlədiyiniz üçün təşəkkür edirik. İsmailli Kütmaşı kəndi.